1944-cü ildə Aska türklərinə qarşı SSR-nin əslində aqressiyasının kökündə nə dayanırdı? Bayaq həmşinlər dediniz, onlar da köçürülürlər. Mən bildiyimə tərəfdə o bölgədən köçürülən olandan sonra onlara baxırlar ki, Lazdardır, bəzi kəndləri geri qaytarıblar. O bir olub, Acar kəndi də olub, yəni o bir önəmli deyil. Fakt odur ki, bunları məhz o türkləri köçürmək, türk müsəlmanları köçürməyin real səbəbi buydu ki, həmin dövrdə Sovet hökuməti artıq 44-cü il idi, müharibə gedirdi və müharibədə artıq Sovet hökumətinin qələbələri görsənirdi, qələbəsi. Ancaq Türkiyə qərb o neytral mövqe zahirən olsa da bu təbii ki Rusiya ilə müttəfiq deyildi. Amma bu Türkiyənin də elə bir niyyəti açıq yox idi, bəyanatı yox idi, müharibə başlayamayacağına bir ehtimal yox idi. Buna görə də bu dövrdə silsiləvi şəkildə Qafqaz müsəlmanlarını bütövlükdə başladılar sürgün etməyə. Yəni tək Aska türklərini yox. Aska türklərini sürgün etdilər. Ondan başqa bütün şimaldakı Çeçen xalqını, Çeçenləri, Rusları, bəli, bunları sürgün etdilər. Krım tatarlarını, bu vilayətin adı Krım tatarları, o torpaqdan gələn adları var. Onları sürgün etdilər. Hələ bir neçə əsr əvvəl Urumları Krımdan sürgün etdilər. Yəni onlar türkçə danışan, amma xristiyan, pravoslav, ortodoks bir toplumdur. İndi hazırda Ukraynada, Melitopolda yaşayırlar və bilərsiniz, bizim Gürcüstanda da Berzen deyilən bir toplum var idi. Yəni onlar da köçürüldü, Krımdan çıxarıldı. Yəni bu sırf imperiya siyasəti idi. Türkiyə ilə müsəlman xalqların, türk xalqlarının arasını kəsmək. Yəni elə bir sərt toplum yaratmaq ki, bu ərazidə onların kontaktı olmasın, onların əlaqəsi olmasın. Bu onu əndişələndirdi Sovet hökuməti həmin dövrdə. Və bunun hərbiyə də heç bir təsir olmayacağını bir neçə adi bir fakt göstərir. Həmin dövrdə təxminən 100-110 min olan Aska türklərinin 40 minə nəfər kişilər, yəni əlində silah tuta bilən müharibədə olub. Bunlar Sovet dövləti uğrunda döyüşüblər. Deməli, bu Aska paşalığı çox qüdrətli bir paşalıq olub. Mən bunu biraz qabağa qaçım. Yəni 16-cı əsrdə yaranan paşalığı 1828-də bəli, o Rus qoşunu, yəni Paskeviçin rəhbərliyi ilə işğal edəndə onun əhəmiyyətini mən türk mənbələrini qoyum qırağa, rusların deyim ki, Lunin adında bir zabit olub, yəni Rus ordusunda və o Lunin həm də dekabrist olub da, ziyalı adam olub. Yəni elə belə zabitlər də cürbəcür olar. Bu çox savadlı, yəni Pushkinlə, Lermontovla, Bestujevlə oturub duran adam olub. Onun sözünü mən sitat kimi vermişəm, deyib ki, Axısqanın tutulması siyasi cəhətdən Parisin tutulmasından daha vacibdir. Görün, önəm nədir? Yəni, baxın, həmən gəlib çıxırıq ki, niyə Askalıları sürgün etdilər? Çünki Aska Türkiyənin böyrüdür və Türkiyə oradan müdaxilə edə bilər, bunlarla birləşə bilər. Yəni, yenidən qayıda bilər Qafqaza. Bax, bunun qarşısını almaq üçün o siyasi başqa bir maraq yox idi. Maraq bu idi ki, Türkiyəni, Rusiya imperiyası ortada bir bufer zona yaratsın. Bu da təbii ki, ermənilər idi. Çünki ermənilərlə, bilirsinizmi, bu faciə, böyük faciəmizdir ki, biz elə bir qonşu bizə gəlib, qonşu olmayıb, gətirib yerləşdirilib, Rusiya Çar hökuməti. Məsələn, burada baxaq, bir qədər sonra, yəni Axıska ilə bağlı deyim də bunu sizə, bu 28-də bəli işğal olundu. O ordu, o döyüşlərin tam təsviri məndə var. General Muravyovun kitabda da çap eləmişəm. Hətta Muravyov və s. Paskeviç yazır ki, qadınlar belə döyüşürdü deyir. Yıxılıb yaralananlar xəncər əlində bir yaxınlaşmaq olmurdu. Adamı vururdular ki, mən vətənimi qoruyacağam. Amma texnika idi, silah idi, artıq Osmanlı zəifləyirdi. Buna görə də bax, o işğal oldu. Ədirnə 1829-dakı Ədirnə müqaviləsi ilə həmin o indiki 5 rayon keçirildi. Yəni Rusiyanın sonradakı Gürcüstan Respublikasının tərkibinə. Və burada ondan sonra nələr baş verdi? Çox acınacaqlı proseslər baş verdi. Ermənilərin bura kütləvi yerləşdirilməsi, deyək ki, Axırkələkdən xüsusən böyük miqdarda pul verib erməniləri burada yerləşdirirdilər, ev eləyirdilər, eşik eləyirdilər. Amma bizim xüsusən də Qarabağ tərəkəmə bəyləri, çünki bunlar döyüşkən bir toplumdur, bilirsiniz. Bunları da evlərini pulla alıb ki, rahat çıxsınlar, böyük miqdarda, yəni Türkiyəyə sürgün deyərdim mən ona, sürgün etdilər. Və burada nə idi baş verən? Burada o baş verdi ki, ermənilər çox kütləvi şəkildə nəinki Axıska türklərinə, müsəlman Axıska türklərinə, müsəlman Azərbaycanlılara, müsəlman Borçalılara, həm də kütləvi şəkildə Gürcülərə qarşı başladılar terrora. Və elə bir vəziyyət yarandı ki, 1917-ci ildə
erməni terroruna qarşı Tiflisdə Gürcü müsəlman birliyi yaradıldı, ittifaqı yaradıldı. Ki bunlar bizi də məhv eləyirlər, siz də məhv eləyirlər. Və müsəlmanlara qarşı xüsusən o qədər bu coşqun bir belə yırtıcılıq xarakter aldı ki, hətta Gürcü ziyalıları müraciət etdilər ki, bunun qarşısı alınmalıdır. Bu müsəlman dinc əhalini bu qədər qırmaq olmaz. Amma Gürcü və sonda həmən o erməni məsələsini bu ilə deyim bir də, bildiyiniz kimi 18-ci ildə Gürcüstana rəsmi dövlət səviyyəsində artıq hücum elədi, müharibə başladı Gürcüstan, Azərbaycan və Gürcüstan, Ermənistan və Azərbaycan Borçalı bəyləri yenə də öz sadaqətinə sadiq qaldılar və öz vətəni hesab etdikləri Gürcüstana da və Gürcüstan ordusunun tərkibində həm bolşeviklərə qarşı döyüşdülər, həm də ermənilərə qarşı döyüşdülər. Və bu baxımdan biz, mən onu bir də təkrarını da deyim, deyək ki, yaxşıdır, Osetiya hadisələrində bizim Borçalıdan, amma Gürcüstan ordusunda nə qədər döyüşənlər oldu. Yəni separatçılara qarşı. Amma ermənilər Baqramyan batalyonu yaradaraq həmin Abxaziyada çox ləyaqətsiz, belə mən şərəfsiz deyərdim, əxlaqa sığmayan bu törətdikləri məlum cinayətləri orada da törətdilər. Gürcülərə qarşı, yəni belə əsl soyqırım törətdilər Abxaziyada. Amma bizim Borçalı əhalisi orada da Borçalı, Qaraşöp, yəni ümumiyyətlə Gürcüstanda yaşayan Azərbaycanlılar deyək də, onlar o müharibədə Gürcüləri qardaş hesab etdiyə Gürcülərin çiyin-çiyin oldular. Ağsqallar isə, mən sizə bir faktla deyim, həmən Osetiya-Abxaziya müharibəsində onda Ağsqalları ümumiyyətlə Gürcüstana buraxmaq qadağan idi. Təbii ki, 56-da onu deyim, fərman verildi, bəraət verildi. Qafqaz xalqları qayıtdı, hamısı Ağsqallara hər yeri getmək olardı, öz vətənlərinə getmək yasaqlandı. 200 kilometrə yaxın da oraya yaxınlaşmağa olmazdılar. Və buna baxmayaraq, həmən müharibədə, Abxaz-Osetiya müharibəsində 25 gənc sərhəddi qeyri-qanuni keçib, gedib Gürcü ordusuna qoşuldu, Özbəkistandan gəlib. Və o separatizmə qarşı Gürcülərlə birlikdə müharibədə iştirak elədilər. Təsəvvür edin, bu xalqın ləyaqəti. Yəni, anadan olub görmədiyi vətəninə və xalqa sədaqəti bunun qanında var. Yəni, bu bizim türk xislətində olan bir şeydir. Bu fərman ki verildi, Stalin vəfasında, 56-cı ildən bəli, o 56-cı ildən sonra, 50-ci illərin axırında Azərbaycan dövləti, yəni bunların çünki sürgündə artıq çox maraqlı faktdır. Sürgün edəndə rəsmi sənəddə yazılıb türklər, kürdlər, həmçinlər. Qaydanda artıq bu türklərin adı yazılıb Azərbaycanlılar. Bu Azərbaycanlı yazılmağın bir şey oldu ki, bunları Azərbaycana köçürmək üçün Azərbaycan dövləti, o dövrki Respublika rəhbərliyi də getdi Moskvada buna razılıq verdilər və dedilər bunlar Əkin Mil Muğan zonasına. O dövrdən gəldilər, o dövrdən də təhsil almağa başladılar. Yəni bunların Azərbaycan da bunlara doğma vətən kimi sevirlər. Hətta Türkiyədə belə deyək, indi yaşayırlar əsasən Bursa tərəfdə, kafe açırlarında insan işləyirlər, iş adamları var və kafelerin adı yalnız Axsıqa ilə bağlı Azqur və s. deyil, həm də Saltı kafesi də açırlar, çayxanası açırlar. Çünki oranı da vətən kimi sevirlər, fərq qoymurlar. Bax, bu millətin ali dəyəri budur ki, bunlar, mən bir şey deyim də, mənim aləmdə bunlar bax, bizi birləşdirən həlqələrdən biridir. Yəni, biz Borçalı tərəflər, o tərəflər Osmanlıya tarixən bağlı olub, Azərbaycan türkü, amma ora gediş gəli, Şaşıq məktəbimiz, Şenlik və s. bunlar, Qars, İqdır, hamısı Azərbaycan mədəniyyətidir. Ərzurum, yəni o tərəfə bağlayandı və buradan da bunlar Azərbaycana böyük xidmət göstəriblər. Azərbaycan da bizim bunlar. azadlıq mücadiləsində, müharibələrdə də çox yaxından iştirak edirlər. Bildiyim dərəcədə bir 100-ə yaxında şəhidləri var. 100-də bəli, 100, bu sonla bir yerdə 110-a qədər şəhid var və xüsusi də ad çıxarmış Azərbaycanda bütün məşhur olan milli qəhrəman Topçu İskəndərova, Aznavur İskəndər Aznavur çox belə bir qeyri-adi bir şəxs idi, topçu idi. Ermənilər bir dağ divan tuturdu, məsələn, top işinin belə bax, belə bir adamlar olub. Nəyi demək istəyərdim? Azərbaycandan danışırıqsa, bizim yəni hələ əsrin, keçən əsrin ortalarından, əvvəllərindən məsələn, Hacı Zeynalabdin Tağıyev çox böyük yardım edib oradakı qaçqınlara və s. 18-ci, 10-cu o dövrlərdə, 17-ci illərdə, 16-cı ildə. Axısqada dövlət qurulub.
Yəni bu müasir dövrdə 20-ci Axsqa hökuməti müvəqqətəsi, başçısı da olub Ömər Faiq Nemanzadə. Sonra Qars Respublikasına birləşdirilib, onun da prezidenti olub bizim Borçaldan Kəpənəkçi Emin Ağa olub. Yəni bu rəsmi dövlətlər bunlar, dövlət qurumlarıdır. Və Ömər Faiq Nemanzadə, bizim bir çox belə mən daha bir saymaqla bitməz. Əhməd bəy Pepinov, Əfəndiyevlərdir. Bunlar Azərbaycanla bağlı olublar. Birlikdə Molla Nəsrəddini yaradıblar Mirzə Cəlillə bir yerdə. Və bundan əlavə Azərbaycan ziyalıların köməyi ilə orada qocalar danışır. Həmən Məhəmməd dediyim kişi Mamaxov. O dövrdə hələ mən o 20 il əvvəl təxminən onun 60-70 yaşı var. Yaddaşı yaxşı idi, hər şeyi bilir. Bütün dərsliklərimiz, kitablarımız oradan gəlirdi, Azərbaycandan gəlirdi. Və onu demək istəyərdim ki, məktəblər yaranıb, pedaqoji texnikum yaranıb, Borçalda da olub, Borçalı pedaqoji texnikumu, Tiflisdə də olub, Tiflis pedaqoji texnikumu, bizim məsələn, mənim atalarım və s. orada oxuyublar, əmilərim Borçalı, Sarvanda və orada da həmən pedaqoji texnikumu olub, bir də teatr açılıb. Adıgün Səyyar Kolxoz Savxoz Türk Teatrı adında. 34-cü ildə yaranıb, burada İbrahim İsfahanlı ona rəhbərlik edib, Şahbələt piyes yazıb, xüsusi Axsqa qəhrəmanlarına, qaçaqlardan biri haqqında. Yəni bu baxımdan o teatr hətta elə bir səviyyədə olub ki, Borçalıya qastrollara gəlib. Yəni o dövrdə Tiflisdə də Azərbaycan teatrı olub. Yəni oyla əməkdaşlıq ediblər. Borçalıda tamaşalar veriblər. Əli Sultan, yəni qaçaq həmən onun haqqında piyes yazıb. Rus dilinə də tərcümə olub Şahbələdin həmən bu piyesi. Və bu dövrdə qəzetlər çıxıb, Qızıl, yəni Adıgün kolxozçusu, Qızıl Rəngbər və s. bu kimi də Sovet ideologiyası ilə olsa da bu qəzet türk dilində çıxır. Yəni ideologiya başqa şeydir. Olsun ideologiya nədir? Biz ideologiya öz varlıqlarını saxlayıblar. Bəli, yəni bu deməkdir ki, bu toplumun əgər Sovet hökuməti bunların adına qəzet açırsa, bunların milli hüququnu az da olsa ilkin mərhələdə bir təsbitləyirdi. Düz öz ideologiyasını yeritmək istəyir. Amma hər halda türk dili olduğunu anlayırlar ki, bu xalqın dili türk dilidir və xalqın adı türk xalqıdır. Bax, bu baxımdan həmin teatr amma uzun çəkmir. Tiflis teatrı da bağlanır. Bir qədər sonra Adıgün teatrı da bağlanır. Yəni bunların bağlanmağı da təbii səbəbi siyasi səbəbləri idi.